Düz İmam Hüseyin çox ağır gəlib. Əli Əsgərin hadisəsi çox ağır gəlib. Hətta qeybdən yardım gəldi İmam Hüseynə. Dedi ki, narahat olma Hüseyin, biz götürdük Əli Əsgəri. Yəni, hətta mən sonradan baxdım bəzi tarixdə İmam Sədcələ deyirlər ki, qatillərdən qisas alınıb, hərmələn oldu. Sözə bir nöqtə qalıb da zehinlərdə. İmam Sədcələ hərmələn oldu, deyirlər, oldu biz. Başa düşürsünüz. Özü bir dənə maraqlı mövzudur. Məsələn, Muxtarnamə filmində bir dənə başlanğıcda bir epizod var, o kino başlamamış göstərirlər. Orada İmam Hüseyin belə qanı atır, oradan bir dənə damla düşür, Muxtarnamə yazılır da. Sanki bir rejissor da bir mesaj vermək istəyir ki, yəni Muxtar gəldi, hələ Əli Əsgərin bir damla qanının qisası alıbsa da alıba, yəni Əli Əsgərin qanının qisası o zaman alınacaq, dünyadan zülm silinsin. Zülm bəşəriyyətin üzərindən getsin. Zülmün kökü kesiləndə bu qanın qisası alınır o zaman.